Natik var idi, mənlə bir posta pulemyot atırdı. Onu döymüşdülər, qan kusurdu, sürdülər, apardılar. Gəldi, nə qədər elədilər, dura bilmədi. Elxan var idi. Onu buradan 2 nəfər qolunu saxladılar. Bir ağ yekənlik gelib sağ idi, sinəsindən qoydu, sudan vurdu. Sumqayıt hadisələrinə görə abidə güya tikiblər. Apardılar 28-i orada qurban kəsməyə. Birinin Lübo kimdə ağırda qızıl dişi olurdu. Böyle pramı kəlbətini aralayıb salıb, dartıb qırıb elə çıxardırdılar. Ön yandırırdılar sigaretlə, qadla, dəmir qoyub yandırıb bədəndə batırırdılar. Belə yox, o bir əlin kəsəyəm onu. Vurdu, mən qışqırdım, əlimi çəkdim. Əskərən şöbəsinin həyətində hovuz var idi, orada dairəvi hovuz. Çıxardıdılar onun yanında, o təzə hərbiçiləri güllələdirdilər ki, qoyunlar müsəlman qanunu örgənsinlər. Belə əlim bağlayıb təkəri keçirdirmişlər bədəninə, odurub təkərə yandırırmışlar. Ərzimov Nəsib Seydullaoğlu. Xocalıdan anadan olmuşam, 26 fevral hakimində Xocalıda yaşamışam. Fevralın 23-cü günü aşağı posta uşaqlar 3 dənə Rus əsgəri tutmuşdular. Bunlar başlayıb bu Rus əsgərləri işkili vəziyyətdəymiş. Bizim uşaqlar bunları vurub eləyəndə deyib, niyə vurub? Deyib, bizi ermənilər göndərib ki, sizə 3 gün vaxt veririk. 3 gün müddətində belə qərar verilib ki, 28-nə kimi, fevralın 28-nə kimi, Sumqayıtın il dönümünə kimi Xocalı'nı almalıyıq. 26-sına kimi 3 gün vaxtınız var. Əskərəndən gəlin, koridor verək, keçin, tərk eləyin. Kağız zad gətirmişdilər onlar. Gətiriblər, mən görməmişəm, uşaqlar səhərisi günü dedi. Ki, bəs bizi ona görə göndəriblər ki, gəlin əskərəndən koridor veririk, keçin. Onlar cəmaatı indi Ağdam yolu gəldi, yenə sağ qalan oldu az çox içində. Amma onlar istəyirdi ki, o əskərəndən gələ, hamısını öldürələr, bir nəfər salamat getməzlər. O çəkilişlərdə bilmirəm, baxmısan, baxmamısan, Uğraş o Vitali Balasanyan danışır, deyir, özüm rəhbərlik eləyirdim, buradan koridor vermişdim, öz batalyonumdan rəhbərlik eləyirdim. Onlar istəyirdi ki, elə top oradan çıxdın, kəndin hər tərəfini atırdılar, bir dənə o hissəni sakitçilik idi. Atmırdılar ki, cəmaat məcbur olsun, oradan çıxdın, bunların tələsinə düşdün. Hamısını qırsınlar orada. O hadisəyə ən çox da rəhbərlik eləyən elə o Vitali Balasanyan idi. Ondan əvvəl də atışmalar olurdu, hücumlar olurdu da bu yüksək səviyyədə olmurdu. Xocalı ilə bir yerdə idi ki, həm aeroporta görə, aeroport Xocalı ərazisində idi, ermənilər istifadə edə bilmirdi. Həm də onların magistral yolu, Əskərən Xankəndi magistral yolu bizdən keçirdi. Ona görə də Paşinyanlı istəyirdilər ki, oranı götürüb magistral yolları açılsın. Onlar həmin günü ən çox güc verdikləri aeroport tərəfi idi. Orada 21 nəfər də oradaydı. Rəhmətli Aqilin uşaqları. Bir də Əlif Hacıyevin uşaqları aeroportdaydı deyən oranı qoruyurdular. Bir də ən çox aeroporta, bir də biz tərəfə ən çox güc verdilər hücum olanda. Bir də mübarizin kontoru deyilən bir yer idi. Orada çiftə amonlar qalırdı orada. Xəstəxananın yanında. Ən çox bir də çay hissədən, biz hissədən ora güc verdilər əsas. Ən birinci girdikləri yer, oranı girdilər, tutdular. Oralarda hamısı fin evləri idi. Vurdular, yandı, günüz kimi idi. Cəmaat neynəməli idi ki, avtomatla yüzəsləndirib tank atma neynəyəsən ki? Məcbur oldu, hamı çıxdı sağ qalanla. Bunu belə baxanda o yolu mən xeylisin o Qarabağ alınandan sonra getmişəm də. İndiki belə baxırsan ki, 20 dəqiqəlik yol olar. Gəlsən rahat, sərbəst, Rus tanımırdı, cəmaat qalxırdı dağa, düşürdü aşağı, bilmirdik də yolu. Ona görə gəldi, səhər işıqlaşanda gəldik Naxçıvanik asfaltını biz keçdik, ora çatanda. Oradan gəldilər ki,
Gəldim mən ora çatanda bu rəhmətli Əlif Hacıyev Arxın Naxçıvani Şiyə tərəfində idilər. Uşaqlar dedi ki, Əlifə dedilər ki, bəs Niva keçdi. Dedi, nahaq vurmamışsınız. Dedi, xəbər verəcək, cəmaatı gəlib qarayacaqlar. Nə bilirdik ki, o özdə hazırdılar. Pulemyotları hər tərəfdən qurmuşdular da bilirdilər ki, meşədən çıxan bu yolu çıxacaq. Asfaltı cəmaat keçməyincə bir güllə atmadılar. Cəmaat bir asfaltdan, meşədən çıxdı, asfaltda atladı düzəngaha. Ondan sonra pulemyotları qurmuşdular hazır. Hamısı o Çingil Mustafayev çəkən yer var ya, cəmaat qırılan. Dün elə asfaltı keçən kimi hamısını orada güllələmişdilər. O bacımın oğlu da orada ölmüşdü. Qardaşının biri durub qaçanda, Ceyhun qaçanda bu balaca qardaşı deyib ki, Natiq, ana dur gedək, qardaşım getdi. Natiq duranda, Natiqə güllə deyəndə bayım gedib bunu götürəndə bayımı da vurmuşdular. Elə ikisi belə qucaqlı bir yerdə yıxılıb qalmışdılar. Amma o biri qaçanı sağ gəldi. O bayımın o birisi oğlu sağ gəldi. 25-dən 26-sına keçən gecə postaydım mən. Bizdə də ancaq avtomatlar idi, başqa heç nə yox, ov tüfəngi, bir də avtomat idi. Saat 11-in yarısından texnikalar başladı atdı. Artıq gecə saat 3-ə yaxın pexota hücuma keçdilər. Kənd yandı, hamı məcbur oldu, kəndi tərk elədik Ağdam istiqamətinə. Anamgili gətirdim Qaraqaya deyilən yerdə, anamla Lal qardaşımı keçirdim. Geri bacımgilin arxasınca qaydanda yaralandım, əsir düşdüm. Oradan bizi getdilər Əsgərənə polis şöbəsinə. Martın 8-nə kimi polis şöbəsində saxladılar. Martın 8-i bizimkilər Əsgərənə hücum eləyəndə bizi də Əsgərəndən çıxartdılar, qalada düzdülər sıraya ki, güllələyin burada. Əsgərəni tam boşaltdı onlar. Sonra hücum dayandı deyən bizimkilərin hücumu bizi apardılar Noracuq kəndinə, indiki Təzəbinə kəndinə. Elə bir ki, Martın 8-i apardılar, Martın 16-sına kimi də orada saxladılar. Əsgərəndə köyədə saxlayanda ancaq bizdə olan kamerada hərbiçilər idilər. Kim hərbi formadaydı, onları bir yığmışdılar. İşgəncə hər bir şey. Yüngül dubinka idi, bu stolun taxtaları idi, dubinka idi. Bununla döyürdülər. Yıxılanda da təpi ilə. Özündən gedəndə də bir vedrə su vurub atırdılar tərdən kameraya. Yanımda Natiq var idi, mənlə bir posta pulemyot atırdı. Onu döymüşdülər, qan kusurdu, sürüdülər, apardılar. Gəldi, nə qədər elədilər, dura bilmədi. Təpilədilər, durmadı, sürüdülər, apardılar. Şöbənin həyətində güllələdilər. Elxan var idi. Özü maytofon ustası idi qabaq, səhv eləmirəmsə. Sonra da bu Alazanın maşını sürürdü. Onu buradan 2 nəfər qolunu saxladılar. Bir ağ yekə nitgir bıçağı idi, sinəsindən qoydu, sudan vurdu. Tərbədə içəridə öldürdülər, apardılar. Səlim var idi. Nə vaxtda erməni ilə bir ədavəti olmuşdu deyən, o da ordudaydı. Gəldi apardı onu, ondan da bir xəbər çıxmadı, öldürdülər. Ən çox da cavanları 28 fevralda apardılar. Onlar bu Xankəndidə Sumqayıt hadisələrinə görə abidə güya tikiblər. Aparırlar 28-i orada qurban kəsməyə. Cavanlardan çoxunu apardılar. Heç birindən də bir xəbər çıxmadı onun. Mən də gəldi, ayırdı, sütə kağız yandırdı, girdi içəri, işıq yox idi. Gözdə qapının altında aparacaqlar səni. Bir də bizlə bir vidadi var idi. O elə bir yaxşı da bir iş qurmuşdu. Onu öldürməyə aparanda əynindəki qalın paltarları soyunda atdı ki, kimsə onsuz da ölməyə gedirəm də, burada qalan kimsə geyinər. Və mən də ayırdı,
Mən də buşlatçıları çıxartdım, atdım yerə ki, kimsə giyərdi. Sonra fənərlə girdi, baxdı, məni də döymüşdülər. Buradan sifət hamısı yaman gündə idi. Gəldi fənərlə içəri girəndə vurdu, dedi, o bunu neyinlə, bu yerlə ölübdə jivoy yoxdur, bir jivoyun ver. Valif var idi mənlə bir yerdə, o çəkilişlərdə də var, o da mənlə bir kameradaydı. Vasif var idi, öldürdülər, ondan xəbər çıxmadı. Azər var idi, bu Ermənistandan gəlməkdə olar, söhbət, mürvət, onların hansı idi bilmirəm, o qardaşlardan idi. İşgəncələr aparırdılar, onları hamısı işgəncəni Vitalikin otağında verirdilər, Vitalik Balasanyanın otağında aparıb verirdilər. Kameradan çıxardırdılar da, hər kamerada, bir olanda yox idi, bir 20 nəfər, 18-20 nəfər bir balaca kameraya yığmışdılar. İçəridə bir dənə pambıq döşək atmışdılar içəri. O Səlim dediyim kimin yaraları var idi, ancaq onu pambığın yandırıb basırdı ki, qanı kəsmək üçün. Elə qan əllərimizi, yaralarımızı o sarıyırdı. Aparırdılar İskəncərində Vitalikin otağında verirdilər. Onlar hədə səsləri gəlirdi, çığırtıları gəlirdi. O biri kameradaydı onlar. Biz başqa kameradaydıq, onlar başqa kamerada. Vallahi bütün verdikləri işgəncələr hamısı bir dənə birinin lübo kimdə ağırda qızıl dişi olurdu. Böyle pramı kəlbətini aralayıb salıb, dartıb qırıb elə çıxardırdılar. Qolundan güllə dəymişdi bir erməninin, qolu gipsdəydi. Gəldi, neynədi? Onda öncə qızılxaş gəlib bizi yazmışdı deyən, qorxurdular onlarda. Bayabikləri boşlamırdılar içəri, polis nəzarət edirdi. Bunu boşlamadılar içəri, bu şeyin dəmir qapının fortuşkanı açdı, avtomatla içəri başladı güllə atmağa, boşlamadılar deyən. Orada bir nəfərin qolundan dəydi, mənim də başımdan dəydi. Amma başımı kepir, türmənin içində vurdular güllə ilə başıma. Dardı səhv eləmirəmsə, martın 2-si, 3-ü belə olardı. O həmin ili də möhkəm fevral ayında çöldə qar biridən pəncərəsiz betonun içində, kepezlərin içində. Deyirdik, döyülsünlər, bir yerimiz sınıb eləməsin. Amma döyüləndən sonra yenə 1-2 saat adam bədəni sinirdi. O qədər qəddarlıq eləyirdilər, inanırsan onu başa düşmüşdülər. Nə idi? Döyürdülər, sonra da su vururdular. Bir vedrə su töküb istadırdılar ki, yəqin indi istiliyi olmasın da bu mənada eləyirdilər. Amma Noracuq kəndində olanda su daimi bir beton su doldurub qoyurdular yanımızda. Su həmişə verirdilər. Yemək amma demirəm, o bir elə 10 neçə gündə bir gün bir stəkan şirin çay, bir kusoq qara çörək verdilər və salam hamıya. Verilən yemək oldu. Bir gündə Noracuq kəndində getdilər, bir eləsirə bilmirəm, 2 dənə, 3 dənə getdilər, bizə çörək verdilər, bir də kartoşkadan getdilər, ocaq yandırdılar orada, ocağın içində ütülmüş kartoşkalar idi. Çörək verdilər, ağ çörək idi, onlar yediyi qara çörək idi hamısı. Deyir ki, bizə də Xoyaldan qalan budur. Bəs Xoyalda pekarında olan bizim kəndin payına düşdü, getmişik. Həmin özünümüzdən deyil. Martın 8-dən Əkim Əsgərən polis şöbəsində, 8-dən və 16-sına Noracuq kəndində, meyvan barında saxladılar. Həmin yandırırdılar, sigaretlə, qadla, dəmir qurf yandırıb bədəndə batırırdılar. Döyülməli idi. Bu bir əlimdəki, onların içində kapitan idi, səhv deyirəmirəmsə, Paşayan, belə Lenin saqqallı kimi saqqallı polis idi odan. Gəldi, əlini qoy bura, dedim ki, neyinsən, dedi, kəsirəm. Dedim, elə buna güllə deyək də, bunu kəs. Dedi, yox, o birisin qoy. Qolumu tutdular, saxladı, belə vurdu. Nəsə tam kəsmədim, nə idi indi, Allaha qurban olum. Tam kəsmək fikri ilə. Dedi, yox, o bir əlin kəsəyəm onu. Vurdu, mən qışqırdım, əlimi çəkdim.
Hətta döyülmək də ki, o vaxtadan döyürdülər ki, tam özünü itirəndə bir vedrə soğurub turluyurdular kameraya. Martın 8-nə kimi 10 gün eləyirdi hardasa. 10 günün içində bir gün getdilər, ədyalları payladılar. Onda tək adam qalmışdı. Bizim kamerada 4-5 nəfər adam qalmışdı. Seçib öldürdüklərini öldürmüşdülər. Qızılxaş gəlirdi deyən, getdilər ədyal payladılar. Bizi qatmışdılar, o bir ağsaqqalları olan aldıydı deyən də hər topalamışdılar bir yerə. Ədyalları payladılar, dedi, ay əl vurub işlətməyin. Şu Qızılxaş gəlir çəkiliş eləməyə, onda görsün ki, biz əsirlərə yaxşı baxırıq. O müddətdə bir gün getdilər, adama bir kusok qara çörək idi, bir də bir vedrədə bir stəkan, adama bir stəkan şirin çay verdilər. Qızılxaş gəlmişdi deyən çəkiliş aparırdı ona görə. O müddətdə o oldu. Var əlimdə diyor, buna güllə deyib, bunu kəsmişdilər, başımdan güllə deyib. Bədənimdə yanıq yerləri idi, siqaret basmışdılar. Orada xilas olmağı düşünmürdük ki, ən əsas bizimkilər ki, raket atanda doy eləyirdi ki, biri pəncərədən düşdüm bura, bu işgəncəni görməkdən ölmək yaxşıdır. Qalırdın, peş nə eləyə bilmirdin. Orada əsas öldürdükləri, bu təzə əskəriyə ki, onlar da kimi gənc əskərləri gətirmirdilər. Əskərin şöbəsinin həyətində hovuz var idi, orada dairəvi hovuz. Çıxardıdılar onun yanında, o təzə hərbiçiləri güllələdirdilər ki, qoyunlar müsəlman qanunu örgənsinlər. Çıxardı orada güllələdirdilər onları. Öldürdükləri, o Səlim idi, orada öldürdülər. Çıxartdı çöldə güllələdi, o hansısa əvvəl nəsə ədavətləri olub. O Elxanı içərdə öldürdü, elə köybə ki, otaqda, biz olan otaqda, kefez otağında bıçaqla öldürdü. Onun açıqı döymüşdülər, qan kusurdu, elə çıxartdılar, qapıda güllələdilər. Sürüyə apardılar. Çoxun hansısa biri ölürdü, hansısa bir erməni ölürdüsə, gəlirdi oradan birini seçib aparırdı, deyəcə aparırım qəbrin üstə qurban kəsirəm bunu. Götürüb aparırdı. Hansısa döyüşdə biri ölmürdü, ölənin qohumu gəlirdi, oradan adam aparırdı ki, aparıram qəbrin üstə kəsəm. O aparılan adamlardan da heç bir xəbəri, heç nə də çıxmadı. Bu 32 ildə də heç birindən də bir məlumat çıxmadı. Karo var idi, Payyarlı Karo deyirdilər. Karoydu. Bir gün əlində 2 dənə dəmir vedrə gəldi ki, bəs içinizdən gəlsin 2 nəfər su daşıyın, tökün, tapdalayın. Leşlərinizi atmışıq ora, qalxıbdı maşın keçmir, altı dəyir. O həyətdə güllədələklərin raket düşən çalalar atıb üstün torpaqlamışdılar. Yadımdadır, uşaqlardan kimisi apardılar, su tökün, tapdalayınca bu yasdan aşağı. Neçə nəfər deyil orada bastıdılar, raket düşən çalaları yolda. Töküb üstünü torpaqladılar. Uşaqları da apardılar ki, su tökün, tapdalayın, yasdan maşın keçə bilmir, altı dəyir. Çoxunu da öldürüb o əskərin körpüsünün yanında aparıb yandırmışdılar nə qədər. Elə əlim bağlayıb təkəri keçirdirmişlər bədəninə, odur təkərə yandırırmışlar. O Noracuqda meyvan barında saxlayanda, orada sakin idi, Rafiq idi, səhv eləmirəmsə adı. Dedi ki, onsuz da getməyəsə, kimin evdə qiymətli nəsə, əşyası, nəyi varsa, deyin, gedim, götürün. Nəsə mən buna dedim ki, belə deyərəm ki, yerin, qiymətli əşya yeri deyərəm, amma orada mən dediyim əraziyə baxa bilərsən, orada meyit var, yoxdur. O qardaşım yenə sağ gedib getməməyim bir öyrənmək üçün. O bir getdi, baxdı, gəldi, dedi ki, yox, orada nə meyitlər var idi. Axırıncı fin evinin yanında hək quyusu vardı. Qızılxaşdan gildətməkdən ötürü orada tökdülər, üstün bastırdılar. Mən onu həmişə evdə deyirdim, hamının yanında deyirdim ki, bəs erməni belə bir söz demişdi də. Nə vaxtda birdən mən ölərəm, bilmərəm, orada meyitlər qalıb. Həmin hadisədə anamı qoydum, ayrıldım, anam da rəhmətə getdi.
bacımın oğlu, bir qardaşım da bir 2 il bundan qabaq tapdıq da. Qarabağ alınandan sonra o xalçaçılıqdakı meyitlər tapıldı, oradan tapıldı cəsədi. Onları bizə ayırmışdıq. Ki, məhəllədə olan biz kəndin baş tərəfində idik də. Məhəllədə olan arvad uşaqları gözləmək üçün ki, çıxıb əgər çıxası olsaq, top bir yerdə onları qorumaq üçün onlar da gəlib orada öldürmüşdülər hamısı. O Cəfər müəllimi danışır, o da bilinən bir yerdə idi Tərləbinədə. O Natiq Qasımova gedir çıxartmağa. Onda bizim yanımızdan gəldilər. Bizi dəyişdikləri günü idi, həmin günü. Bizi dəyişməyə aparmağa gələndə ermənilər gəldi, deyir ki, bir nəfər ağsaqqal gəlsin. Kimdisə deyir, onlar kilsə demədi, tunel dedi. Deyir, deyəsən şeyləndi, onlar da ən qorxduqları bizim amonlardan qorxurdular. Deyir, deyəsən amonlardandır, girifdi tunelə, qranat atırıq içəri, çıxardı, tullayır çölə. Yazıq da öldürtdürməsin. Bir nəfər içinizdən gəlsin, ona deysin, heç nə eləməyik, sizlə də dəyişib buraxayıq, özünü öldürtdürməsin. Cəfər müəllimi həmin günü biz dəyişilən günü idi. Cəfər müəllimi bizdən ayırdılar, apardılar. Sonra getdilər, elə bizlə də keçdi. Dəyişdilər bizlə. Sonra Cəfər müəllim danışanda mən bildim ki, Natiq Qasımovu geri çıxardıb oradan. Həmin günü dəyişildik biz. Bir nəfər erməni idi, Bakıdan getməkdir, polis idi. Gəldi ki, bəs mənim qohumum, qardaşım səhv eləmirəmsə, Şüvələn türməsində ölüm statiyası ilə yatır, kimin qohumu var, onu oradan çıxartdıra bilərsə, aparım evə, onunla dəyişin. Məndən Azad var idi bir nəfər, Qızılqumda qalırdılar indi, Xankəndidən gəlməkdir. Azadın qardaşı polisdə işləyirdi o vaxt Yevlaqda, mənim də daim aeroportda işləyirdi Ağdamda. Mən onun adını yazdım, verdim, o da qardaşının adını yazdı, verdi ki, gedirəm danışam, əgər qardaşımı buraxdırmağa razılıq versələr, gəlib siz aparıb öz evimdə saxlayıb dəyişdirəyəm. Sonra da heç hücum oldu, da bizi çıxartdılar. Bir də o bizi dəyişilən günü gəldi Ağdam postunda, dedilər 40 nəfər adam desəniz də, qardaşımla dəyişəyəndə onu tapın, dəyişdirin. Belə cəmaat avtobusda hamıda yığmışdılar, bəri ilə də o kişi cəmaata dedi. Sonra da işləyən maraqlandılar, onu burada nə olmuşdu bilmirəm, güllələnmə verilmişdi, icra olunmuşdu mu, nə idisə, sağ deyildi deyəsən. Mənim böyük qardaşım o Ağdamda Allah verdi gilinən biri idi. Ola bu hamında Yuri Kovalyov vardı, rəhmətə getdi milli qəhrəman. Ondan bu Gürcüstan tərəfdən bir qırmızı ekarısından bir erməni gətirmişdilər. Bilmirəm, 6 nəfər, 7 nəfər mən dəyişiləndə vermişdilər. Hələ mən dəyişilib gələndə kimə lazım idi, aparırdı, qohumları ilə dəyişirdi. 3 nəfəri qalmışdı daimgilin evində. Onda bacımgilin meyidi geç tapıldı, 26 gündən sonra tapıldı bacımın oğlu. Onları 8 nəfər saxlamışdı ki, birdən o bacımgil oğlu, o biri qardaşı məsur olarsa, bu 3 nəfəri də verib onlar alarlar. Sonra bacımgilin meyidi tapılandan sonra onu apardılar. Başqa adam apardı ki, dəyişə qohumları ilə. Bildi Allah verdinin əli ilə demirəm, qardaşım adam verdi, Allah verdi Bağırov dəyişdi. Getdilər o Qarağacı postunda dəyişdilər. O başıma dəyən güllədən sonra o yaddaş pozğunluqlarıdır, nə bilim, tutmalar olur, həm bir əllərimdə, həm elə onun özü bir travmadır da. Ölənəcən fevral ayı gələndə o bir ayı, bütün bu olan hadisələr hamısı bir kino kimi mümkün deyil ki, gözlüyün önündə canlanır. O bir ay, inandırım səni ki, 11 aydan çox gəlir o bir ay mənə. Onlar o qədər müsəlman özlərinə düşmən sayırdılar ki, onlar həzz alırdı elə bil o işgəncələrdən. Bir də onlarda
Hansı ki Azərbaycanlılara çox işgəncə verənləri hamısını vəzifəyə qoyurdular, eləyirdilər, rütbəsi böyüyürdü. Elə qana susamışdılar da, o qudurmuş it kimi qana susamış idi hamısı. Anam həmin gün anamın meyidi tapılmışdı, qardaşım gil dəfn eləmişdi. 25 gündən sonra bacımın oğlunun meyidini gətirib dəfn elədilər. Onda mən burada qoşutaldaydım. Amma qardaşımın meyidi Qarabağ anlamından sonra tapıldı. Anam, bacımın oğlu, bir də qardaşım.